Hörmətli Sacarlar, bu gözəl gündə Sacarların Bakı görüşündə hamımızı xoş gördük. Görüşümüzə başlamazdan əvvəl torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Bu 30 ildən artıqdır kəndimizdən çıxıb müxtəlif şəhərlərdə, kəndlərdə məşğullaşaq da bir-birimizi unutmamışıq, əlaqələrimizi kəsməmişik. Kənddə 32 nəslin nümayəndəsi məşğullaşmışdır. Onlardan 7 nəslin nümayəndələri əvvəllər müxtəlif vaxtlarda kənddən çıxıb başqa yerə köçmüşlər. 1988-93-cü illərdə Sovet İttifaqında baş verən hadisələr, eləcə də Gürcüstanın eks-prezidenti Qabsaxurdiyanın anti-Azərbaycan siyasəti bizim kəndə də öz təsirini göstərir. Yerdə qalan 25 nəslin nümayəndələri də hərə bir yana köçüb başqa ölkələrdə, şəhərlərdə, kəndlərdə məşğullaşıblar. Ancaq bugün hamımızın bir-birimizlə əlaqəmiz var. Biz bir-birimizi yaddan çıxarda bilmərik, Sacarımızı yaddan çıxarda bilmərik. Bizim uşaqlıq illərimiz, atalarımızın, babalarımızın xatirələri, qəbristanlıqda uyuyan əzizlərimizin, qohumlarının xatirələri bizi o kəndə bağlayır. Ona görə də biz bu kəndimizi heç vaxt unutmamalıyıq, çalışmalıyıq, belə görüşləri tez-tez keçirək, bir-birimizi yaddan çıxartmayaq, əlaqələrimizi möhkəmləndirək. Kənddə demək olar ki, hamı bir-birindən qohumdur. Hamı bir-birindən, o 25 nəslin hamısı bir-birindən qaynayıb, qarışıb, qohum oldular. Daha heç kəsin nəslinin adından çağırmırıq, Sacarlıyıq. Bizə, harada olsaq da bizə Sacarlı deyirlər. Kəndimizin tarixi, kəndimizdə yaşayan və kənddən köçüb gedən Sacarlar haqqında məlumat toplayaraq kitabça səkişinə salmışam. Bu kitabda kəndə ilk dəfə gələn babalarımızdan ta bugünkü körpələrimizə qədər hamı haqqında məlumat var. Burada babalarımızın, nənələrimizin, yaşlı nəsillərimizin şəkilləri də əlavə olacaq. Kitab tam hazırdır, bir ay müddətində hazır olacaq. Bəzi məlumatlar flash kartdan pozulduğuna görə kitab yarımçıq qaldı. Yəni, ilk nüsxəsini belə gətirib sizə təqdim edirəm. Biz belə görüşləri tez-tez keçirməliyik. Yaşlı nəsil hamısı bir-birini tanıyır. Gənclərimiz isə bir-birini tanımırlar. Görüşləri keçirməliyik ki, bir-birimizdən hamı tanısın. Bizim kənd başqa kəndlərə nisbətən biraz fərqlənir. Çünki başqa kəndlərdə yaşayan əhali də, əhali çoxdur, oradan köçənlər isə azdır. Bizim kənd isə demək olar ki, boşalmış kənddir, 120 təsərrüfatdan cəmi 7-8 təsərrüfat qalıb və oradan çıxanda evlərimizi də dağıdıb, söküb çıxmışıq. Əgər biz evlərimizi dağıtmasaydıq, çox güman ki, oraya qayıdanların sayı çox olardı. Amma bugün İstəsək ki, gedək, qalmağa yerimiz yoxdur. Ona görə də çalışmalıyıq ki, bir tədbir görək, nəsə bir o kənddə bir iş görək. Qəbristanlığımız pis gündə idi, bərbad vəziyyətdə idi.
vəsait göndərdik. O kənddəkilər biraz qəbristanlığa biganə münasibət bəsləyirlər. Ona görə başqa kənddən işçi qüvvəsi gətirib qəbristanlığımızı təmizlətdik. Buna görə də biz məcbur olduq xeyriyyə fondu yaradaq. Bütün kəndlərdə bu xeyriyyə fondu var. Çalışmaq lazımdır ki, bizim də xeyriyyə fondumuz olsun. Dünən Bakıda Akses Bankda xeyriyyə fondu yaratdıq. Hesaba vəsait qoymuşuq. 240 manat artıq vəsait qoyulur. Xahiş edirəm, hamı bu tədbirə qoşulsunlar. Vəsaitimizi artıraq. Çünki bu vəsait bizə çox vacibdir. Dövlət kənddəki mağazanı təmir eləyib, istifadəyə verir. Kənddə yaşayanların istifadəsinə verir. Biz də nəysə iş görməliyik. Ona görə bu fondu yaratmışıq. Fondun əsas məqsədi kəndimizə kömək eləmək, imkansızlara yardım göstərmək, xəstələrimizə köməklik göstərmək üçün nəzərdə tutulur. Məsələn, bugün vəsaitimiz olsa, biz qəbristanlıqda abadlıq işləri görərik. Demək, orada bir naves düzəldərik, su çəkilibdir, işləmir, suyunu bərpa eləyə bilərik və s. Ondan başqa, bizim əsas problemlərimizdən biri də kəndə gedəndə qalmağa yerimizin olmamasıdır. Hamı istəyər gedər kəndə, amma gedəndə biz mütləq kimisə narahat eləməliyik, kimisə evində qalmalıyıq. Çalışaq, yəni bu boyda kəndin cəmatı o kənddə 3-4 otaqlı bir mənzil tikə bilsək, gedək adam orada rahat qalıb, dincəlib, heç kəsi də narahat eləmədən kəndimizi ziyarət eləyə bilərlər. Bu demək xeyriyyə fondunun yaradılması böyük bir işdir. Ona görə də xahiş edirəm, hamı bu işdə fəal iştirak eləsin. Rusiyada yetişən soydaşlar, kəndçilərimiz bu işdə çox fəaldırlar. Xahiş edirəm, biraz fəal olsunlar. Bundan başqa, bugün bizim ümumi ağrılı yerlərimizdən biri də yas mərasimlərinin keçirilməsidir. Xahiş edirəm, diqqətlə qulaq asın ki, münasibətinizi bildirəsiniz, sözünüzü deyəsiniz. Çox kəndlərdə, çox yerlərdə yas mərasimi demək olar ki, yüngülləşdirilir, yüngülcə keçirilir. Biz də artıq bu yola demək getməliyik. Yas mərasimlərində, ehsan mərasimlərində gedib hamımız iştirak edirik. 20 manat salıb, 3-ündə, 40-ında, ilində yeyirik. Hələ elə ailə olur ki, bir evdən 2-3 nəfər gedir. Mərhumu dəfn eləyirik, sonra da gedib mərhumun gedə qalanlarını diri-diri bastırırıq, onları ziyana salırıq. Bizim vəzifəmiz hüzur sahibinə yardım eləmək, onun dərdinə şərik olmaqdır, amma biz onları gedib biraz daha xərcə salırıq. Belə bir təklif edirəm, xahiş edirəm, hamı da müzakirə eləsin. Dəfn günü demək olar ki, bu artıq ənənəs şəklinə alıbdır, ehsan verilmir. Bu çox gözəl bir ənənədir. Çünki dəfn günü biz ancaq hüzur sahibinə yardım eləyib, dəfn mərasimimizi normal keçirməliyik. Ehsan ayı 3-ündə verilir. Və təklif eləyərdim ki, 3-ündə indi hamı deyəcək ki, bizim adət ənənəmiz var. O adət ənənəmiz qaldı bizim kəndimizdə. Kənddə hamının həyatında təsərrüfatı da var idi. Yas mərasimini vermək imkanı da var idi. Bugün gəlib düşmüşük Bakı şəhərinə. Həmin şərait hamıda yoxdur. Şəraiti olanlar var, sağ olsunlar. Amma hamı istədiyi kimi yas mərasimini verə bilmir.
sıxılır. Elə bir yarış gedir. O yaxşı yemək verdi, mən də verməliyəm. Amma sonra onun əzab əziyyəti qalır onların boynunda. Mən xahiş edərdim ki, 3 mərasimi verəndə də, ehsan verəndə biraz ehsanımızı yüngülləşdirək. Artıq şeyləri biraz yüngülləşdirək. Ora yev içməyə gəlmirik. Kimsə dərdin əsəri olmağa gəlirik. 40 mərasimindən elm mərasimi isə yüngülcə, özümüzün öz aramızda qohumlarla, yaxınlarla keçirmək lazımdır. Və orada da yenə yüngülcə yeməklərlə yola vermək olar. Biz bunu eləsək, elə hüzur sahibinə kömək eləmiş kimi oluruq. Xahiş edirəm, buna da öz münasibətinizi bildirəsiniz. Çox sağ olun. Nizam müəllim, buyurun. Xahiş edirəm, kəndimizin kitabı hazırdır, demək olar ki hazırdır, amma burada flash kartda bəzi məlumatlar pozuldu. İndi verəcəm, kimin qabağında hamısı yazılıb, elə bir qabağına məlumatı yoxdur. Baxın, kimdə nə çatışmazlıq varsa, qabağını qeyd eləsin, doldursun, kitabı bir aya tam şəkildə hazırlayıb təqdim eləyə bilək. Hara öz nəsil bütün nümayəndələr yazılıb, kimə haqqında məlumat yoxdur, ya uşağının, ya evladının, yoldaşının, ya atasının. Xahiş edirəm, burada elə qeydiyyatını eləsələr, biz onu dolduracaq. Bunların hamısı toplanmışdı, flash kartı pozdular studiyada, ona görə belə bir vəziyyət alındı. Əziz Sacallar, əziz Eloğullar, xoş gördük. Dərdimiz, sərimiz o qədər çoxdur ki, 30 ildə bir-birinin belinə yığıb Himalay dağı qədər uzalıbdır. O dərdimizi, sərimizi yüngüllətmək üçün bir yerə yığışıb dərdimizi bölüşdürmək lazımdır. Erzuman sağ olsun, ən ağırlı yerdən başladı, əsas hüzür məsələsindən tutdu. Doğrudan da hüzür məsələsi tək bizim kəndin yox, qonşu kəndlərin, qonşu rayonların, bütün Azərbaycanın bəlasıdır. Hüzür günü verilən yeməklər, gələn qonaqları yola salmaq üçün çəkilən əzab, əziyyət, çəkilən xərclər demək olar ki, ailə sahibinə yük olur. Bu yükü azaltmaqdır məqsəd. Özcə bir başqa məram yoxdur. Sonra təmtəraqlı yaz mərasimi keçirmək az qala bizim toylar qədər inkişaf edibdir. Onu hərdən bir göstərirlər, bəzi rayonlarda təxirə salırlar, azaldırlar. Bunu eləmək lazımdır. Bu heç də o deməkdir ki, biz öz adət ənənəmizə qarşı çıxırıq. Yox. Burada məqsəd insan rifahını yaxşılaşdırmaq üçün, insan dərdini, əzabını yüngülləşdirmək üçün görülən tədbirlərdir. Mən də deyilən təkliflərə razıyam. Gərək bu təklifə hamı razı olsun, hamı desin. Sonra kəndimizdə fond məsələsi var. O fond məsələsi də faiz gördüyünüz ki, qabırsanlığın təmizlənməsi haqqında bəzi söz-söhbətlər gəzdi, bəzi şayələr gəzdi, hərə də ağzına gələn bir söhbəti elədi. Əgər özümüzün fondumuz olsa nə lazım idi kiməsə də ağız açasan, kiməsə də yalvarasan ki, ağrını alayım, dərdin alayım, get kiməsə də ağız aç, onu gətir sənin dədə babamızın, nənəmizin qəbrini təmizlətdirilməkdən ötürü yalvarırıq. Bunu özümüz eləməliyik, özümüz. Sadəcə da bu yay günü ev tikənlər var idi, uşaqlar var idi, elə biri də bizim öz qohumlarımdan. Getdilər orada, yedilər, içdilər, sonra babalarının, nənələrinin qəbrinin üstünü təmizlətməyə adam tutdular, ona pul verib təmizlik işləri apardılar. Bunu özümüz görməliyik, özümüz başa düşməliyik. Kəndə gedirsən, kəndə gedəndə gedirsən, qəbristanlığı ziyarət edirsən. Görmürsən ki, orada yemşən bitib, göyən bitib, it burnu bitib,
qəbirstanlığı Ağac Vasıfdır. Bu bizim özümüzün mədəniyyətimizin azlığından mı diyeyim, yoksa özümüzün kahallığımızdan mı diyeyim, yoksa nedense baş verir. Böyle şeylere dikkatli olmak lazımdır. Gedib orada yaşayana, orada durana, kimiz evində qalır, indi orada hamının evi yoxdur. O başa salmaq lazımdır ki, baba, getdim bu kəndin ortasında kebab çəkib, yeyib içəndə nə olar bilsə, 2 saatda ged orada qəbirstanlıqda təmizlik işlərin var. Belə şeylər eləmək lazımdır. Bir ad çəkəsən, kimisə qınayasan, sonra da deyəcəklər ki, Nizam müəllim getdi, yenə başladı bir söz deməyə. Yox. Allah canınıza sağlıq versin, xoş gəlibsiniz. Bilirəm, bu məclis biraz kasıb görünür. Yar yoldaş yoxdur, qız yoxdur, gəlin yoxdur, çalmaq, oynamaq. Gözəllik o qədər də demək, bir var kişi məclisi, bir də var qadın məclisi, gözəllik. İnşallah gələn görüşlərimizdə qızlarımız da gələr, gəlinlərimiz də gələr, yoldaşlarımız da gələr, gözəl günlər keçirdərik. Sağ olun, var olun, canınız sağ olsun, gəlibsiniz, xoş gəlibsiniz, yeyin, için, feyziyab olun. Bir də Erzuman kitabı göstərdi, kitabda da hələ fleşkada çatışmamazlığı olduğuna görə kitab deyir qalıbdır. İnşallah kitablar nə vaxt hazır olar, onu da alarıq, görərik, oxuyarıq. Kitab çox dəyərlidir, çox dəyərlidir. Elə bil ki, Sacanın tarixi həmin kitabdadır. Oxuyanda görəcəyik özümüz. Sağ olun canınız, sağ olsun Talib əmi, buyur. Bir iki kəlmə də sən deyin. Yoldaşlar, xoş gəlmişsiniz, əlbəttə ki, Erzuman da gözəl sözlər deyil, əlbəttə ki, lazımdır. Elimizə, obamıza, Saca kimi, Sacanın gözəl oğlanlarıdır. Saca kimi baxmalıyıq, Sacaya. Bəli, bu şeyə mən də qol çəkirəm, bu şeyə mən də razıyam. Söhbət yoxdur. Hasıl günü nə lazımdır? 100%. Nizam da gözəl söz dedi. Bu bir. İkinci də ki, mən bir söz demək istəyirəm, ay Sacalılar. İnsana nə lazımdır həyatda? İnsana nə lazımdır? Həyatda insana göz lazımdır, işıq lazımdır. Göz işıq lazımdır. O da bizim bir nəfərin Allah Taala həyatdır. Ona işıq vermir. Gözdən biri tutulubdur. İkinci də çox zəifdir. O operasiya olacaqdır. O da bizim Sacalıdır, bizim elimizdir. Ona kömək lazımdır. Qüdrətə kömək lazımdır, ay yoldaşlar. Kimin qulpundan nə çıxar, nə tər olar, canın sağ olsun. Köməklik verək, bu işi bərbaq görək, düzəldək. Elə bax, bu gün eləyək, nə desin, anızam ki? Doğrudur Talib, doğrudur. İndi inşallah Allah'a şükür hamının cebində bir 5 manat, 10 manat var. Nə oldu? Əvvəl Zeynallı boyda xərçəng xəstəsi kişini bütün Azərbaycan neçə aydır yaşadır. Qüdrətə də kömək eləyək. Elə bu gündən kimin qulpundan nə çıxar 5 manat, 10 manat, hər nədirsə yığaq verək geçsin. Biraz çatışmayan məsrəfi var. Kiminsə də xətrinə dəyirsə də dursun. Desin ki, mənim xətrimə dəyir, niyə mənim əvəzimdə söz danışırsınız, pul yığmaq istəyirsiniz. Bu da belə bir şey var. Ola bilər, yenə deyəcəklər ki, Nizam müəllim yenə də podderşka verir. Lazımdır. Lazımdır. Lazım o şey görmək. Oldu, sağ ol. Bu günü görək, bu günü. Bəli, bəli. Oldu, sağ ol, Talib, sağ olsun, yadına sağ ol. Nəsə bir şey ifa eləyək mi? Musiqi, bizim gözəl musiqiçilərimiz.
Hörmətli sazlarlar, bizim kənddən də Qarabağ müharibəsində iştirak edən veteranlarımız, qazilərimiz, şəhidlərimiz var. Xahiş edirəm, bura dəvət eləyək, birinci, ikinci Qarabağ müharibəsinin veteranlarını, qazilərini. Kim buradadır, gəlsin, xahiş edirəm. Allah lütfə rəhmət eyləsin, şəhidimizdir. Əhmədov Seyran yoxdur burada. Abdullayev İlqar Bəkiroğlu yoxdur. Allahyarov Abdullah, Hacıyev Turac, Əliyev Nəsimi, İsmailov Sabir, Əliyev Həsən, Orucov Kamran, Çobanov Natiq, Gülməmmədov Vadim də gəlməyib, Abdullayev Erşən, Bayramov İlqar, Məmmədov Hüseyin, Mustafayev Kənan, Kərimov Oqtay. Gəl bura gəl. Demişdik, bütün müharibə iştirakçılarımız iştirak eləsin. Cəmi 3 nəfər, 16 nəfərdən, 15 nəfərdən 3 nəfər burada. Yoxdur, dadaları gəlsin. Gəlay şirayət, sən də gəl. Oğlumu getməmişsən, özün gəlmişsən, gəl. Bəxtiyar, gəl. Özün gəl. Şirayət sahib kəsin. Bu meydan sizindir. Sözümüz var, sözünüzü deyil. Çox sağ olun, müharibədə iştirak eləmişsiniz, torpaqlarınızı azad eləmişsiniz. Allah sizə can sağlığı versin. Dədən yedəcə bura. Bu da Həsən Paşaoğlu'nun oğlu. Çalışın bir-birinizi təqdim eləyək, tanımadığınız varsa deyək, hamınız bir-birinizi tanısın. Axşamınız xeyir. Allah bizim elimizi həmişə bir eləsin. İmkan dairəsində o elə gedə biləsin. Düzdür, biz torpaq üçün də eləmişik, özümüz üçün də eləmişik. Allah hər birinizi eldən əksik eləməsin. Şərt odur ki, getmək, gəlmək, hardasa bir-birimizi görəndə bir elə oğlu kimi bir-birimizə yaxın gəlir. Allah bu məclisi təşkil edənlərin də hər birinə can sağlığı versin ki, bizi bir müəyyən şərtlər altında da olsa bir yerə yığa bilirlər. Qoy həmişə elimiz obamızda yaxşı günlər, xoş günlər olsun. Biz də orada iştirak edelim. İndi vətən üçündür, hər kim üçündür, nə üçündürsə xidmət eləmişik, o da bizim öz başımızın ucalığımızdır. Təşkilatçıları sağ olsunlar, xoş gəlmişsiniz. Daimi xoş günlərdə görüşmək inşallah. Mani hatta deyirsən. Xoş gəldin. Mən müharibədə iştirak eləməmişəm, amma atamın yerinə rəsmi nümayəndə kimi deyə bilərəm, veteran olmuşam. Axşamınız xeyir aysacarlar. Sizi həmişə belə məclislərdə bir yerdə mehriban, deyif gülər üzlü, xoş niyyətli, mehriban görək. Şükür Allaha Azərbaycanımızın ağrı acısını, dərdini mərhum olan oğulların sayəsində biz də indi üzü ağ, həyatda insanlar arasında, millətlər arasında üzü ağ yaşayırıq. Sağ olsun oğlanlar ki, bizi adımızı, soyumuzu özümüzə qaytardılar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. İndi biz buraya elə çağırılmışıq ki, bəlkə də müharibə iştirakçılarının özləri burada iştirak edə bilmir müəyyən səbəblərə görə. Ancaq biz onların bir nümayəndəsi kimi fəxrlə deyə bilərik ki, sağ olun, siz də onların zəhmətini, onların əməyini
belə qiymətləndirirsiniz. Allah köməyiniz olsun, sağlıq olsun. Onlar da vaxt gələr, bir gün onlar da burada iştirak eləyər, görüşərik. Allah canınızı sağ eləsin, çox sağ olun. Yakın durun. Yakın durun da. Hörmətli Saza kəndini, ağsaqqalları, cavanları, hamınız xoş gəlmişsiniz. Allah sizi bu elimizdə, obamızda, Aytalı müəllim, həmişə mehriban eləsin. Allah sizi həmişə bir yerdə eləsin. Çox gözəl bir tədbirdir ki, elin, obanın bütün igid oğulları, ağsaqqalları bir məclisdə cəmləşmişsiniz. Heç vaxt bir-birinizi itirmirsiniz. Bu yarım deyək, yarım ömürlük günümüzdə bir-birinizi unutmursunuz. Allah sizləri unutmasın. Allah sizləri qorusun. Arzuman müəllim, balalarınızın, yaxınlarınızın şad günündə iştirak edəsiniz. Allah sizləri həmişə baxılıb belə gözəl, toylu, düyünlü, büsatlı günlərdə görüşdürsün inşallah. Bugün tədbir edirsiniz, vallahi bu gözəl tədbirdir. Vələ kaş elə Azərbaycanımızın hər yerində bax belə tədbirlər olsun ki, heç kim yurdunu, elini, obasını itirməsin. Həmişə axtarsın bir-birini. Vallahi hara geçsə, yenə ora qaydırır. Bayaq dediyək ki, ot basıbdır, oranı təmizləmək lazım. Hamımızın yerimiz oradır. Allah bizi həmişə şad günlərdə görüşdürsün və mən istəyirəm bir gözəl bir musiqi ifa edeyim, ardınca nə işləsək, olar mı? Allah sizləri qorusun, yenə nuş olsun deyirəm. Kim sevməsə öz yurdunu bu dünyadan açar gider. Bu dünyadan açar gider.
Yukarıda Damirçiler Mahallesi'nde olanlardan xahiş edirəm gəlsinlər bura. Damirçiler Mahallesi. Və gəlin görək. Gələ Mehman müəllim, sən gəl dalına gələcək. Mikrofonu yaşışlamıra eşitmiyor. Damirçiler Mahallesi'nin vatandaşları, yoldaşları, iştirakçıları Şöyle Damirçiler Mahallesi'nden değil. Mahalle, Damirçiler Mahallesi. Sen Sadık Baş Mahallesi'nden de gelirsin. Damirçiler Mahallesi. Abi dadi. Gel buraya gel. Kakoş, Aziz. Aziz ve değerli stajyerler, bu güzel güne toplaşmışız. Bu bizim ilişkimizdir. Bu güzel bir gündür. Ben bunu istedim ki çok güzel fikirleşirler uşaqlar. Bu her yıl devam eləsin ve gelecekte fay atsın. Hələ bunu xeyir iş kimi qadınlar da gələ bilər, kollektiv, bütün kəndin cəmiyyatı ilsə daha yaxşı olar. Burada mən çox təəssüf edirdim ki, bizim kəndin gələcək nəsli bir-birini tanımayacaq. Bu bizim Sacanın bədbəxtliyidir. Çünki hərə bir dəriyə düşür, gənclər, uşaqlar bir-birini tanımırlar. Bu bir körpü kimi. Burada yaşlı nəsli yoxdur. Hamısı rəhmətə gedir. Orta nəslidir və orta nəsil həm gələcək uşaqlar üçün, körpələr üçün belə yığınaqlarda onlar bir-birini tanısınlar, bilsinlər. İndi mən Sacada olanda burada uşaqlar var, balaca uşaqlar, mən onları güclə tanıyıram. Elələr də var, heç tanıdıq. Ona görə bu görüşün ən böyük əhəmiyyəti odur ki, Sacalar uzun müddət bir-birini tanıya bilərlər. Bir də qalan o deyilən təkliflər də imkan varsa, düzəlsə daha yaxşı olur. Bu günün sağlığı olsun, bu gün təkrar olsun. Ve biz de iştirak edək, Sacalar burada bir yumruq birləşsinlər. Sağ olun, çok sağ olun. Akşamınız xeyir, hamımız xoş gəlmişik. Belə təşkilatçılıq çox gözəl şeydir. Bunu təşkil edilənə canı sağ olsun. Gözəl işdir, hər il olsun, ardıcıl olsun. İldə iki dəfə, bir dəfə nə də? Ardıcıl olsun. Akşamınız xeyir, hörmətli il oğullarım. Allah hamımıza can sağlığı versin. Həmişə gözəl yığınaqlarda olaq belə, bir-birimizi eşidək. Daha telefondan asılı qalıb demək ki, bu da bir oldu, o il oldu. Bu yığıncağımız qoy əbədi olsun. Ürəyim zad dolu deyil, bəri bax inə. Eldən ötürü hər adam ürəyi dolu olar. Bəli, eldən ötürü ürəyim dolu olmalıdır. Ellə yanmalısın. Hər şeyi atıb, ellə oynamalısın, ellə durmalısın. Büyüklərimiz var olsun, elimizi var olsun. Çox sağ olun, var olun. Büyükü günə. Akşamınız xeyir olsun, hamımız xoş gəlmişsiniz. Akşamınız xeyir. Mən də bu böylərin dediyindən də razıyam. Əlbəttə ki, Saca obanın
var olsun. Böyler ne sağlık deyir, ne arzuları var. Biz kiçiklər də həmin arzulara qoşulmağa canla başla razıyıq. Aşağı çıxır. Burada böyüklər dedilər. Hamını salamlayıram. Mən də çox adamı tanımıram. Təəssüflər olsun. Amma çalışacağım, yadda saxlayayım bu görüşdən sonra çox adam. Hamınızı salamlayıram. Təşkilatçılar da sağ ol deyirəm. Davamı gəlsin, biz də iştirak eləyək. Əlaqələrimiz də sıxlaşsın. Hamınızı salamlayıram. Buyurun, gəlin. Gəlin, deyin, musiqiçilərimizə nə ürəyinizdən keçirsə. Kendimiz, 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 ne güzeldir bizim saca kendimiz. Ay sanskritinin Dostoyevskin üstüne, bahar günlerinin tadı kendimiz. Sanskritinin Dostoyevskin üstüne, bahar günlerinin tadı kendimiz. Güllü yanakların meyve bağların, güllü yanakların meyve bağların, ne şeyden ödedin bize kendimiz, ne şeyden ödedin bize kendimiz, 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 ne güzeldir bizim saza kendimiz. Qardaşımızın bağışıdır. Növbəti iştirakçılarımız Tepanlar, Gürgürlər, Göyüşovlar, Allazovlar, Daşdemirovlar. Xahiş edirəm, kim var gəlsin. Gürgürlər, Göyüşovlar, Tepanlar, nümayəndələri xahiş edirəm, gəlin. Güləş sevənləri hamısı buradadır. Göyüşovlar başda olmaqla Arzuma müəllim kimi dəvət edib gəlin. Gəlin qardaşlar. Elimiz şen olsun, həmişə yer içməkdə olasınız, gülər üzü olasınız. Bizim kənd, belə deyim, həm
hörmətçil, həm sakit, həm elmi cəhətdən savadlı xalq olubdur. Ona görə deyirəm ki, həmişə harda olsaq, özümüzü aparmağa bilək, yerimizi bilək. Həmişə çalışaq ki, başqa kəndlərə də, başqa yoldaşlara da nümunə olaq. Özgə nə deyirəm, Allah hamınızı qorusun. Allah sizin, bizim, hamımızın gələcək uşaqlarımıza da yaxşı gün qismət eləsin. Sağ olsunlar. Sağ olsunlar bunu təşkil edənlər. Mən arzu edirəm ki, bundan sonraki belə yığıncaqlarımız, yollar açılsın, elə sağad olsun, daha yaxşı olar. Və hamı təbrik edirəm. Buyurun dostlar. Ya yoldaşlar, kulaq asın. Şıxıllar məhəlləsi. Şıxıllar məhəlləsi. Salamlarınızlar, Muharrem müəllim. İlkin, Muharrem. Hamının başı yevişməyə qarşı heç kim qulaq asmır deyəsin. O da bunu başlayalım. İlkin. Ya. Bora kim var? Elimizin, obamızın əziz günü mübarək olsun. Bizim el bütöy evdir, hamısına da saca deyilir. Ya dərlər, dərədən o tərəfə, ya da bu tərəfə. Nə məhlə bölürsən bunu? Kimlər bir yerdə uşaqlı? Elə deyək, mən, məsələn, ən zəhləm gedən məhlə, oxarı məhlə, böyük təpənin aşağısı. İndi mən dururlar sağlığına içməliyəm burada, elə eləmə. Amma çıxıların çoxu da o el oxarı məhələdiydi. Qoy elimiz var olsun. Elde yaşayan bütün sazalların hamısının qadasını alır. Elin aksaqqal da var, qara saqqal da var, kasığı da var, varlısı da var, topalı da var, hələ gedib Çoru da var. Çoru da var. Hələ Almaniyadan özünə nələr gətirən topalımız da var. Hamısının görünə qurbanım. Sağ olsun elimiz, elimizin bu gününü təşkil edənlərin hamısının yaxşı günləri bax belə olsun, yemək, içmək, deyib, gülmək, birini bir-birindən ayrı eləmək. Sağ olun. Allah bütün nəsillərin hər birinin canını sağ eləsin. El bir olmaq üçün nəsillər bir olmalıdır. Bizim Şıxıllar nəsli də bir nümayəndəsinə olmaq şərtilə hər vaxtı, hər bir nəslin böyüdə kiçik ola bilməyinə imkanım var. Allah bütün nəsillərin varlığı eləsin. İkincisi də ki, el olmaq üçün hər bir nəslin şirin, xoşbəxt, bir-birinə mehriban olmağı münasibdir. Allah həm bütün elimizi var eləsin.
Ha yoldaşlar, mahalle deyirəm, narazılıq edirlər ki, bu mahallada 3-4 tane nasırın nümayəndəsi var. Ona göre keçirik nasırlara. Məhəmməd Hüseynoğlu, şodular. Xahiş edirəm gəlin bura. Şodular, Məhəmməd Hüseynoğlu. Ha Talib ne dedi? Öz adınızı, sanınızı itirməyək. Bir məclisdə mesaj olanda onun hərəkətlərinlə, onun çıxışlarıyla desinlər ki, ay maşallah bu da sacalıdır. Dava salıb bir-birinin başını yarmasınlar. Şirin danışsınlar, şirin görüşsünlər. Elimiz günümüz var olsun, sacamız var olsun. Elimiz günümüz var olsun. Ya qulaq asın, Talibin yerinə mən dəyəcəm. Zəlimxan Yaqubun bir şeiri var, deyir ki, dağların çiçeği, düzlerin gülü, dağların çiçeği, düzlerin gülü təravət ellərin havasındadır. Ömrümün şöhrəti, könlümün varı şeiriyyət ellərin havasındadır. Seversen arkamda dağ kimi durar, eşkinlə ən uca saraylar kurar, gözündən düşərsən dağdan uçurlar, fəlakət ellərin havasındadır. Tərəziz sayıblar elin gözünü, hər gələn bu gözdə çəkib özünü, boğazdan yuxarı deməz sözünü, həqiqət ellərin havasındadır. Bir yola salar gəlib gedəni, tez görər, düz görər vaxtı vədəni, ağsaqqal yerinə qoymaz gədəni, ləyaqət ellərin havasındadır. Şərbəti azalmaz, balı tükənməz, yaşılı qutanmaz, alı tükənməz, 1000 il bir hava çal, xalı tükənməz, bərəkət ellərin havasındadır. Görürsən, ellər nə qədər bərəkətlisə, 30 ildə, bayaq Ərzuman deyir ki, kənddən gələndə 120 ailə idik, indi hesaba vursan bəlkə də 500 ailəyik. Qoy elimiz günümüz var olsun, cavanlarımız sağ olsun. Harada olsa, elin günün adını, şanını daşıdaq, yaşadaq. Yenə könlüm yaman dolub, haradasan apar məni o dağlarda azıt gəl. Yum gözümü baş keçidə çata-çat, apar məni o dağlarda azıt gəl. Ora vətən, orada ayım ilim var, çəmənim var, çiçəyim var, gülüm var. Qır dağında, daş dibində külüm var, apar məni o dağlarda azıt gəl. Kəlatulla yaxın bilər qurt məni, balasıyam, qucaqlayar, yurt məni. Ağır qalib, əritməmiş dərd məni, apar məni o dağlarda azıt gəl. Məhəbbətəm, özgə dərdim, qəmim yox, var gəzmədim, karvanım yox, gəmim yox. O dağlarsız sevincim yox, dəmim yox, apar məni o dağlarda azıt gəl. Ağır qalib, biraz sazı götürlə bir şehirdə deyim, sazla. Mikrofon əlimə kesib ondan sonra kim məni qoyacaq gözlə. Deyərlər qoca kişini qoyacaqsın, geçsin o yüzündə otursun. Aşıq. Aşıq ellər köç eylədi binədən. Aşıq ellər köç eylədi binədən, daha qartal zirvəsindən endi çal. Aşıq ellər köç eylədi binədən, daha qartal zirvəsindən endi çal. Yurtdan köçüb, yurt aradıq denədən, yada gətirək obanı, kəndi çal. Çal çağlasın qırq bulağın qaynağı, xəyal gəzsin yellər gəzən yaylağı. Nə yamanmış dərdi qürək oynağı, həsrət könlüm zülüm, dindi çal. Qaraqaya intizardan qaralıb, Qaraqaya intizardan qaralıb, eğri qarın yaxasını qaralıb, baş keçiddə yollar yaman qaralıb, o yerləri yad etməyən kimdir, çal. Salam verək. Sürü daşdan sürülərim tökülsün, şam diyanın qar buranı çəkilsin. Beyran qalan öy eşiklər tikilsin, yenə gülsün bizim qara şimdi, çal.
Sağ olun, var olun. Elimiz obamız sağ olsun. Həmişə elimiz obamız xeyir işlərə yığılmış olsun. Hamımız da bir yerdə orada tapılmış olaq. Biz nə qədər olmasaydı, o dağ kəndindən gəlmiş adamları, o dərələrdən, təpələrdən, enişlərdən, yoxuşlardan o qədər yuxarı, yenişə qaçıb, yürüb dizimizi sıyırmışıq ki. Nağarırsan qayırla, 1000 ildə burada yaşırsan şəhərdən gənə həmən kəndisən. Der yolun kəndə düşsə, en qarağaca, əyir daşından öp, yaşını dindir. Dolan simsarlını, gəz xalxallını, bir bulaqda qollu daşını dindir. Xıramı seyr ilə qara qayadan, bir haray çək, qurdu quşu oyadan. Şimdi dağı dağlarla boy boya tən. Göl yeri bala düz, qaşını dindir. Yadımdan çıxır. Der şimdidə ocaqsa qalxsın üstüsü, qovsun qar boranı, tutsun istisi, qoy çox olsun laf undusu, küstüsü, sil dolan gözlərin, yaşını dindir. Kim doyur dağların buz qulağından, əmliyi, yemişi buz qulağından, bana söhbət gətir söz qulağından, alimi, çobanı, naşını dindir. Qoy Allah elimizi var eləsin. Sağ olun, həmişə belə xeyir işlərə yığılaq. Elimizdə, obamızda həmişə xeyir işlər olsun, bir-birimizi bitirməyək, bir-birimizi həmişə axtaraq, soruşaq, maraqlanaq bir-birimizə. Sağ olun, var olun. Sağ olun ay ellilər, sağ olun ay qazanız alim, ay sacanlar. Həqqı da sacanı, sacanın bərbat, ən əksi gününüzü biləcə olsun. And olsun Allah, mən görə qədər sevindirəmsə də, Allah həməşə qoy sizi sevindirsin. Ay şükür, yadıqa salıram bərbanı o uşaqlıq illərini. Yadıqa sal, ay şükür. O bərbanı, o sözdə bərban gəzdiyimiz illər, o vəsəbət sürdüyün vaxtlar. Deyirəm ki, nə? Ona görə bir də qaydacıyıq. Canınız sağ olsun, ay sacanlar. Sağ olun. Deyirəm, ölənlərimiz Allah rəhmət eləsin, qalanlar məsələ, bu yeni yetmələrdir. Sizin canınız sağ olsun. Mən indicə burada oturub beləcə baxıram, and olsun Allaha. Özümə deyirəm ki, nə? Bunlar hamısı mən bərabər kətdə gəzəndə, elləyəndə, bunların hamısı balaca körpə uşaqlar idi. Maşallah, Allah qorusun sizi. Allah amanatı. Canınız sağ olsun, sağ olun ay sacanlar. Öpürəm hamınızı, bağırma basıram. Bir də sağ olarsanız, sağ olsun, ömrümüz uzun olsun. İnşallah belə görüşlərimizin sayı çoxlu olsun. Ömrümüz nə qədər imkan verirsə o qədər də görüşək, o qədər də belə gözəl şənliklər keçirdək. Var olaq.
konuşmaya tələsməsin. Şarımın evi, Şükür müəllim, buyur, sən başda olmaqla dastan yer gəlsin, hazırlaşsın parabaşlılar. Bundan sonra tədbir belə keçilir. Heç olmasa gəlin burada görsün də, belə tədbir eləyək, görsün. Çoxdan görmüşsün. Bu telefon çıxartasının atasına lənət. Nə gedib bir-birimizi yoxlayırıq, nə baxımırıq. Telefonla, bayram da telefonla təbrik olunur, qutardı getdi. Bir-birimizə qonaq gedəndə də hərətsə, biri divanda, biri kresloda, telefonla oynayır, bir-birindən danışmır. Buyurun. Hamıya salam deyirəm. Allah canı sağlısına sac elini xalqı. Sac elini kendini. Allah sacalları harada var hamısına kurban olur. Saca el olacaqdı, prosta Qarbaçovun Allah evini yıxsın, tez dağıtdı devləti. Yoksa el olmamıza az kalmıştı. Bugünkü gün yığılmışıq, ham birbirimizi yaxşı tanıyırıq, canın sağ olsun, tanımadığımızda tanıdırlar. Deyirəm, Sacanın, yenə deyirəm, Allah canını sağ eləsin, bütün elimizin oğullarının hamısının canı sağ olsun. Həyatda xoşbəxt, yaxşı gün, yaxşı gələcək görsünlər. Sağ olun. Mən də salamlayıram bütün Saca xalqını. Bu işi təşkil edənlər sağ olsun, Allah onlara can sağlığı versin. Bir də elimiz var olsun. Kimin pasportunda Saca yazdı, hamısına uzun ömür can sağlığı arzu edirəm. Sağlam ol, Allah Teala can sağlığı versin sana da. Biz də böyüklərin sözlərinə qoşuluruq. Allah Teala bunların hərsində can sağlığı versin, ağsaqqallarımızın sağlığı olsun, bütün sağ elinin sağlığı olsun, sağ yaşadan insanların sağlığı olsun, orada yaşayan insanlara da Allah Teala can sağlığı olsun, ömür versin. Parvaşların da sağlığı olsun, dəmirçilərin də sağlığı olsun, yolçuların da sağlığı olsun. Allah Teala bütün sağ elinin hamısını bir-birinə mehriban eləsin. Burada imkan düşəndə, vaxtımız olanda ildə bir dəfə, iki dəfə yığılmaq böyük bir şərəfdir hamımız üçün. Canınız sağ olsun, çox sağ olun. Aşağınız xeyir, əziz doğma kəndçilərim, Sacalılar. Hamımızı xoş gördük. Bugün çox şərəfli bir gündür. Bütün Sacalılar üçün, hamımız üçün. Ona görə ki, biz bugün Aydın oğlu Etiram dünən təklif elədi ki, 20 dekabr Dünya Sacalılarının həmrəlik günü olsun. Bugün bizim həmrəlik günümüzdür. Onu biz hamılıqla qəbul elədik. İstənilən Sacalı harada yaşamağından asılı olmayaraq, harada toplum şəklində bir yerdə yaşayırsa, bu günü qeyd eləməlidir. Bu artıq bizim təşkilat komitəsinin rəhbəri Arzuman Qəhrəmanoğlu tərəfindən təsdiqlənibdir. Biz də hamılıqla buna səs vermişik. Bugün eşitdiyimə görə Sibirdə Sacalılar, Moskvada, Gəncədə bugünkü gün qeyd edirlər. Və sözsüz ki, onun mərkəzi bugün Bakı şəhəridir. Axırıncı dəfə biz bu toplantımızı, bu şənliyimizi 2023-cü ildə bu Sevinç Kino Teatrı restoranında burada qeyd eləmişdik və eyniliklə bugünkü gün onun davamı olaraq artıq üstündən 2 il, 3 il keçməsinə baxmayaraq yenə bir yerdəyik, bir aradayıq və əmin günü qeyd edirik. Bugünkü günümüzün sağlığı olsun, bütün Sacalıların həmrəlik günüdür. Bu bayram münasibətindən, Sacalıların bayramı münasibətindən bugünkü günü bayramını təbrik edirəm. Bayramımız mübarək olsun, bunun davamı olsun, davamı gəlsin. Hər il 20 dekabrda bu şənliyimizi, bu bayramımızı qeyd edə bilək.
Və çalışaq ki, əlbəttə burada müxtəlif sözlər, fikirlər səsləndir ki, bir dedi Sarada olsun, bir dedi orada Bakıda olsun. Mən hesab edirəm ki, böyük əksəriyyətimiz Bakıda yaşadığımıza görə əsas mərkəz Bakı olduğuna görə biz əsas burada mütləq bunu qeyd eləməliyik. Əlbəttə sərhədlər açılsa, aslan kimi gözəl bir yay mövsümündə, iyul ayında hansı bir tarix deyərik, qeyd edərik, həmin tarixdə kəndimizdə, doğma kəndimizdə qeyd edərik. Bugünkü gününüz sağlı olsun, Sajanın sağlı olsun, bugünkü günü Sajanın həmrəlik gününüz sağlı olsun. Sağ olun. Axşamınız xeyir. Mən də bütün bizim böyüklərimizin dediyi sözləri hamısına şəhid çalırım. Çox gözəl sözlər dedilər. Buna əlavə eləmək də çətindir. Ancaq bir şey qeyd eləmək istəyirəm ki, biz bugün bura elə-belə yığılmamışıq. Biz həmişə qərar verəndə məqsəd yolunu qərarlar veririk. Deməli, Manisi rayonunun 60 neçə kəndi var. Ən azınacaqlı bizim kəndimizin qəziyyəti oldu. Evlər, biz hamımız köçdük, köçməyə baxmayaraq, həm də evlər söküldü. Biz məsələ kəndə gedəndə bizim qalmağa yer də yoxdur. Dünən fond yaratdıq. Xeyirli olsun, uğurlu olsun. Bu fondumuzun məbləği artsın da artsın. Təbii ki, o bizdən asılıdır. Biz də ona çalışacağıq. Bir də burada bütün Rusiyada yaşayan həm yerlərimizə salam göndərirəm. Yəqin ki, biz indi burada canlı bir-birimizə işləyirik. Onlar YouTube kanalında işləyəcəklər. Onlara salam göndərək. Və növbəti tədbirimiz gələn il yəqin ki, olar. Birisində İhtiram qardaşımızın təşrifinə biz hamımız dəstək olduq. Bu tarixdə yəqin ki, bizim fondda da bir şey yaranır. Əsas da məqsədi oldu ki, gedib gəlməyimizə mane olmamaq üçün biz də orada bir nəsə yatmağa bir yer, adını məsələn otel deyəndə qorxuram, yatmağa bir yer düzəldik. Fondun məqsədi oldu. Bir də birinci məqsəd oldu, ondan sonra da o bir məsələlər də var, əsas da oldu. Bir daha sağ olun deyirəm, təşəkkür edirəm hamıya. Sağ olun, sac eliniz sağlık olsun, bu yerimizde həmişə xeyir işlər olsun. Bu cavan oğlanlar ki, heç kim tanımır. Bu bizim kardeşimiz Hizanın oğlu, Elcan Bey. Elcan da bizim bu fikirlərimizə qoşulur. Sağ olsun, gəlib iştirak edir. Atası burada müəyyən səhvlərə görə iştirak edəmədiyə görə özü iştirak edir. Sağ olsun. Elcanın tamatanla bütün Saca elində olan cavanların sağ olsun.
Çox sağ olasınız, var olasınız. Həmişə elimizdə, obamızda belə gözəl günlər olsun. Buyursunlar bura bozoylar, merqalar. Bozoylar, merqalar. Buyurun biraz. Əziz və hörmətli sacanlar, bu gözəl gün münasibəti ilə hər birinizi təbrik edirəm. Allah hər birinizin ailənizə uzun ömür, can sağlığı, xoşbəxtlik qismət eləsin. Bugünkü gözəl gündə yığışmağımızın bir məqsədi də o olub ki, qarşıdan yeni ilimiz gəlir. Bu yeni il münasibəti ilə bütün sacanlar, hər birinizin yeni ilinizi ürəkdən təbrik edirəm. Ailənizə səadət, xoşbəxtlik arzu edirəm. Qoy bu gələn qarşıdan yeni ilimiz düşərli olsun, xeyirli, uğurlu olsun. Hər birinizin ailənizdən toy nişan olsun. Sağ olun. Qoy adətlə nə hallansın, hər il görüşək. Allah hər birinizin canını sağ eləsin. Mən də təbriklərə qoşuluram. Çox gözəl sağlıq dedi, həmanlı. Mən də elimizin, obamızın, ağsaqqalların sağlığı olsun. Sadəcə elimizin sağlığı olsun. Gözəl günlərdə, həmişə yaxşı günlərdə yığılmış olaq. Həmişə xata-baladan bizdən uzaq olsun, həmişə toy bayram olsun, elimizdə, obamızda. Gözəl günlərə yığılaq. Bunu da təşəkkür edirəm Ərzman Mamoğlu'na. Çox gözəl rəftar elədi, gözəl məclis qaydı. Sağ olun, var olun, öpərəm hamımızı. Sağ olun. Tamam, yakın durun da. Nezelerin göze gelir. Bir adamın sevgisi kapını yazın bize gelir. Bu kız gel
Gözüm yaşlı olmasın, gözüm yaşlı olmasın, gözüm yaşlı olmasın, gözüm yaşlı. Yolçular buyursun, yolçular. Gel, tat gel. Resul Alım'ın adından hamınıza təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bu tədbirə, belə tədbirlərimiz həmişə olsun. Çalışaq, indi hələ ki bir dəfə edirik. Özünüzü yaxşı aparsanız 2 dəfə dinləyirik, 3 dəfə dinləyirik. Bir-birimizi tanıyaq. Çalışaq bundan sonra gənclərimizi də gətirək, cavan uşaqları da gətirək, bir-birini tanısınlar. Biz də onları tanıyaq. Heç olmasa biz olanda gəlib üstümüzdə iştirak edəsinlər. Sağ olun, var olun. Sağ olun, var olsun. Sağ olsun, bugünkü sağlığı olsun. Sağ olmanın sağlığı olsun. Təşkilatçıların Allah sağlığı sağ eləsin. Az da olsa, çox da olsa hər il tədbir olsun. Var olsun eli. Rusiyada, Ukraynada təşkil edən Saja yollarının canını sağ eləsin. Var olsun Sajanı. Sajanı hər yerdə təmsil edənin Allah canını sağ eləsin. Böyükdən kiçiyə kimi Saja elinin var olsun. Elimiz sağ olsun. Hatta dersine de daha. Aziz elimiz, günümüz. Bayaq şükürü çağırırlar, şükür deyir ki, mən qızıl acılıyam. Sonra da deyir paravaşlıyam, sonra da deyir ki, boz oylaram. Bizim bu Saja qızıl acılı Kirovla qarşılayacağımız biraz acıqdır. Ən çoxu Saja ilə qızıl acılı deməli, birinin nənəsi Sajadandırsa, babası qızıl acıldandır. Və yaxud da əksinə tərsinədir. Biz orada qaynayıb qarışmışıq. Biraz kökü araşdıranda baxırsan ki, elə hamı bir-birindən qohumdur. İndi mən gəlib burada dururam, deyirək, sən yolçulu hadöysən, nə durursan burada? Mənim anam yolçuludur, nə qayır mənimdir? Dədəm şödülərdir. Sağ olaq, Saja da sağ olsun, Qızılacıl da sağ olsun, Kirov da baxsalar da hər el öz varlığına görə var olsun, sağ olsunlar. Saja Obanın sağlığına deyirik. Saja Obanın yaranmasına cığır qoyan, ilk açan. Saja Obanın cığırını açan Samirin sağlığı olsun. Öyündə böyük izdiham yaradıb, köməksilik edib. Birinci Saja Obayı keçirdən Söynalı müəllimin sağlığı olsun. El obası, kəndi, kəsəyi, hamısı bir-birindən şadlıqda, gözəlliklərdə olsunlar. Sonra nə deyim? Sonra da deyim ki, qərib qürbət elə düşən bir daşam. Siz Allah yetirin ellərə məni. Həsrətə, hicrana qəmə sirdaşam. Atın, qoy aparsın sellərə məni. Ömür yaşamadım, ömrə qul oldum. Həyatın əlimdə qara pul oldum. Yanıq kərəmidə yandım, kül oldum. Qoşun saz qolunda tellərə mənim. Deyin, mühəbbətə bekər, siz deyin. Dadmadı bu yazıq şəkər, siz deyin. Kim mənim adımı çəkər, siz deyin. Salmasa borçalın dillərə məni. Borçalımız sağ olsun. Bir də qayıdım, Allah canınıza sağlığı versin. Yolçuların üstünə Şahlar Daimoğlu bir video göndərib. Bax, bugün Nərman müəllim, Qəndəf müəllimə onlara qonaqdır İrkutskda. Şahların öyündə yığılıb bir böyük məclis keçirdirlər. Orada da deyirlər ki, Nizam müəllim, deyərsən ki, biz Sajanın
həmrəyliyini bax burada keçirdirik. Onların da sağlığı olsun. Sonra deyəcəklərə mən sizə şəkil göndərdim, heç adınızı da çəkmədim. Yaxşı ki, yadıma saldınız, canınız sağ olsun. Var olun, Tilmillidən gələnlərin sağlığı olsun. Kəndimizin yarısı da Xilmillidədir. Yarısı Tiflisdədir, yarısı Marmoldadır, yarısı Gəncədədir. Dağılmışıq. Görür ki, Allah rəhmət eləsin. Bütün toylarda hər yerdə iştirak eləyərdi, tez-tez şehirlər göndərərdi. Allah rəhmət eləsin deyək. Qalanlarımızın hamımıza canınız sağlığı olsun. Var olaq, şad olaq, yaxşı olaq, canınız yaxşı olsun. Bax, bu da sizin xahişinizlə dediniz ki, anam yolçulardır, gəl bizə qarış. Bu yolçulu da var olsun, şöhdlər də var olsun. Buyurun. Bax, mən qeyd elədim, kətdə 120 ev var idi, 120 ailə var idi. Bugün 500 ailə var. Biz istəsək də, istəməsək də oradan ailələr çıxmalıydı. Yəni 500 ailə Saja üçün, yəni Saja 50 ailə üçün idi. İndi 500 ailə var, oraya yerlə də yerləşəsi deyildi. Dağılmışıq, amma Sajamızı yaddan çıxartmıyor. Bir tane onu deyirəm sizə. Abi yakın durun bir daha, yakın durun. Ramiz, Mikail, sonra kim var Süleyman'da? Devletine çok sağ olun, minnettarım. Bütün sadece can sağlığı, uzun arzulayıram. Sacanın hemşe yaxşı günler bizim olsun, bizim evoyun olsun. Sacanın geynekli olanlarına, kızlarına yaxşı arzular arzulayıram. Sağ olun. Sacanın sağlığı olsun, bütün sağlığı sağlamıyla, mürümümüz sağ olsun. Hemşe evlerinde xeyir olsun. Sağ olun. Bütün iştirakçıları ben de salamlayıram. Elimiz sağ olsun. Sacanın adıyla buraya olanlar, bütün kişiler, olanlar, yani bütün her birimiz, her bir insanların özleri ev için yanan olsunlar, yanırlar sözcü olarak. Arzu edirəm ki, bu yığıncaq daimi devam eləsin, arzulu olsun. Biz de evin üstünde söylə bilək. Var olun, hamınıza can sağlığı arzu edirəm. Buyurun dostlar.